qohumlarınızın evinizə, qohumlarınızı ziyarət etdiyiniz zaman, qonaq getdiyiniz zaman onların evlərinə çalışın əli boş getməyin. Əlinizdə nəsə aparın. Bu gün təəssüflər olsun, günümüzdə əlində nəsə aparmaq, qohumların evinə ziyarət etmək artıq utanmaq obyektinə çevrilib. Məsələn, biri rəvayətlərdə var ki, məsələn, çörək alın, məsələn. Gündəlik o şeylərdən ki, istifadə edirsiniz, onlardan aparın. Məsələn, biri bu gün qohumunun evinə çörək alıb aparsa, nədir? Utanar. Deyər, yaxşı olmaz. Və yaxud da qonaq yəsi deyər, bizim məcə çörəyimiz yoxdur və s. Düşüncələr fərqlidir. Amma bu gün, məsələn, bəzi şeylər təbdil olunub bəzi şeylərə. Bu gün, məsələn, vaxtilə tövsiyə olunurdu, çörək alınsın, yağ alınsın, düyü alınsın. Qonağın evinə getdiyimiz zaman onlar bu gün artıq nədir? Şirniyyata təbdil olunub. Əgər bir şəxs qohumları ilə